Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Sizinlə mən Turac İbrahimovayam. Marabdıda 9 qardaş Xeyxeluidzilərin və 10 min əskərin həlak olduğu tarixi döyüş yad edilib. Məşhur abidənin önündə Tetricqaro Bələdiyyəsi tədbir keçirib. Daha ətraflı süjetimizdə. Marabdanda iqo martqopi, titi qamarçıva. Küləyin səsinin qəhrəmanlar hekayəsini tərənnüm etdiyi məkanda kiçik dalğalar zamanın izləri kimi səpələnir. Yerdən qalxan ağırlıq hiss etdirir ki, bura təkcə torpaq deyil, insanların torpağa, torpağın yaddaşa çevrildiyi yerdir. Bu fədakarlıq gürcülərin tarixi şüurunu hələ də incidir. 9 qardaş Xeyxeluidzilər və onlarla birlikdə 10 min gürcünün xatirəsi mirasdır. Tarix qeyri-bərabər döyüşün tarixini qoruyub saxlayıb. 400 ildən sonra yenə burada, eyni məkanda köhnə dövr canlandı. İndi tarixi gün teatr tamaşası ilə qeyd olunur. Aktyorlar müharibə dövrünü canlandıraraq köhnə dövrün qəhrəmanlarına çevrilməyi məharətlə bacardılar. Marabda meydanında keçirilən birlik şənliyinə Gürcüstanın tarixini ləyaqətlə davam etdirən, ölkənin 5 güşəli ulduzlu bayrağını dünya arenasında qürurla dalğalandıran veteran və hazırki cüdoçular dünya, Avropa və Olimpiya mükafatçıları qatılıblar. Onların məhz bu gündə və bu yerdə patriarxının çoxusan cəmiyyətinin fəxri üzvləri adına layiq görülməsi çox simvolik idi. Marablı döyüşü bizə keçmişin qəhrəmanlığını və məğlubiyyətə baxmayaraq 10 min qəhrəman buraxan birliyin gücünü bir daha xatırlatdı. Bu hadisə gələcək nəsillərə vətən uğrunda döyüşmə, inam, hörmət ruhunu aşlayan canlı xatirədir. Marabda düzündə baş verən tarixi döyüşün 400-cü ildönümündə rayon rəhbərləri və bələdiyyələrlə yanaşı yerli əhali də iştirak edirdi. Daxili İşlər Nazirliyi növbəti geniş miqyaslı əməliyyat istintaq tədbiri həyata keçirib. Onun çərçivəsində Tbilisi və Samegrelo-Zemosvaneti bölgəsində polisin keçirdiyi tədbirlər nəticəsində satış üçün hazır olan külli miqdarda narkotik vasitə, daha dəqiq desək, metadon müsadirə edilib. 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutan bu cinayətə görə 3 nəfər həbs edilib. Hüquq mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış zamanı maddi sübut kimi 67 bükümdə çəkisi 1 kilo 200 qrama qədər olan metadon narkotik vasitə götürüblər. Araşdırmalar nəticəsində polis narkotiklərin qablaşdırılması üçün lazım olan əşyaları da götürüb. İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər sosial şəbəkələrdə narkotik alverçilərin mütəşəkkil qrupunun üzvü olublar. Onlar sonradan narkotikləri satış üçün müxtəlif yerlərdə yerləşdirir, fotoşəkilləri çəkir, sonra isə müvafiq işarə və koordinatlarla narkotiki almaqda maraqlı olan şəxslərə göndərirdilər. Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsi ilə araşdırma aparılır. Narkotik cinayətlərində iştirak edən digər şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində müvafiq kompleks istintaq tədbirləri fəal şəkildə davam etdirilir. Opera Sənin şəhərində adlı tədbir Bolnis Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi ilə truppanın aktyorları opera musiqisi konsertində iştirak ediblər. Klassik musiqi gecəsində Gürcü və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Opera sənin şəhərində layihəsi möhtəşəmdir. Baxmayaraq ki, qrafikimiz çox doludur. Amma vaxt edib bölgələrə, şəhərlərə gəlməyə çalışırıq ki, burada da bizi tanısınlar. Onlar bizi izləməyə gələ bilmirlər. Lakin biz onları ziyarətə gəlirik. Mədəniyyət Nazirliyinə bu layihə üçün təşəkkür edirəm. Opera sənin şəhərində layihəsini çox bəyənirəm. Bolnis şəhərinə gəliblər. Gələcək nəsil üçün çox yaxşı nümunədir. Konservatoriyanı yeni bitirmiş müğənnilər üçün də gözəl layihədir. Həm çalışırlar, həm də gözəl təcrübə toplayırlar. Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə opera musiqisi gecəsi keçirildi. Gürcü və Qərbi Avropa musiqiçilərinin əsərlərindən parçalar səsləndi. Bizim yerlimiz İyamzi Urumaşvili də bu gecədə yer aldı. Bu da bizi çox fərəhləndirir. Marneuli Bələdiyyəsinin qızlardan ibarət voleybol komandası Gürcüstan çempionatında ilk qələbəsini qazanıb. Yarış Bolnis İdman kompleksində keçirilib. Qızlardan ibarət komanda turnirin ilkin mərhələsində mühüm 3 xal qazanıb. Bolnisidəki oyunlar bugün başlayaraq iyulun 5-nədək davam edəcək. Marneuli üçün növbəti oyun sabah saat 15:00-da keçiriləcək. Komanda bu dəfə Tetricqaro ilə qarşılaşacaq. Gürcüstanın Voleybol Federasiyasının təşkilatçılığı ilə bölgə üzrə turnirlər başladı. Burada 2009-2010-cu il təvəllüdlü qızlar və oğlanlar mübarizə aparırlar. Qalib komandalar Gürcüstanın mərkəzi çempionatına qatılacaqlar. Məqsədimiz qızlar və oğlanlar arasında ölkə yığmasına idmançılar toplamaqdır. Və salam, hörmətli tamaşaçılar, gələn görüşədək özünüzə yaxşı baxın.